Burun üzümüzün tam ortasında və hər kəs tərəfindən fərq edilən bir orqandır və bu burunda olan bir dəyişikliyi çevrəmizdəki insanlar həmən fərq eləyir. Ona görə əməliyyat düşünən bir pasiyent həkim konsultasiya sırasında bəzi şeyləri bilməsi gərəkir. Bunları əməliyyat olmadan öncə həkimlə məsləhətləşib ayrıntılı bir bilgi ala bilər. Burun estetikası düşünən bir pasiyent nələri bilməsi lazımdır? 1. Burundakı asimetriyası varmı sağında, solunda? Burnun asimetri səbəblər üzündə bir asimetriya varmı? Yəni üzün sağında və solundakı yanaq ola bilər, onun xaricində üz çizgilərimiz ola bilər, sağındakı və solundakı bu çizgilər və ya da anatomik quruluşu fərqli olan hissələr varmı? Bunları konsultasiya sırasında həkimdən öyrənə bilər. 2. Burun içərisində çəpər əyriliyi ya da hər hansı bir patologiya varmı? Bunu da yine konsultasiya sırasında kamera ilə burun içini baxaraqdan bəlli olur və bunu həkimindən öyrənə bilər. Burun dərisinin qalınlığı, bu qalınlıq bizim üçün çox önəmlidir. Əməliyyatdan sonra ödəm süreçləri, qalınlığı fərqli olan xəstələrdə fərqli şəkildə irəliləyir. Bunu da konsultasiya sırasında öyrənə bilər. Əməliyyatdan sonraki sürəci də, yəni hər xəstədə fərdi yanaşırıq və bu fərdi yanaşma yenə də xəstəyə bağlı problemlər ola bilər ya da əməliyyatda istifadə olunan material ya da istifadə olunan metodlara görə dəyişkənlik göstərə bilər.